İnsanın mütləq kamalla ünsiyyət və rabitə qurmağa ehtiyacı var. O varlığın adı Allahdır. Əgər düşünürsən ki, cavan, düşünürsən ki, daxilində olan boşluq, bu ehtiyac yalançı sevgilərlə, məcazi eşqlərlə, üzr istəyirəm, romantika ilə, ötəri dünya ilə bunu doldura biləcəksən, vallah vaxt itirmə, həyifdir vaxtın getməsin. Gedib bir yerdə dayanacaqsan, gözləyirsən ki, o deyil, o qədər yaşayana qədər elə buradan sənə rahat deyirəm. İllərin təcrübələri ki, danışıblar, görmüşük, oxuyuruq, vaxtını itirmə vallah. Həyif eləmə özünü. Qurban eləmə özünü məcazi eşqlərə. Yəni demirəm, övlad sevgisi olmayacaq, ailə sevgisi olmayacaq. Başa düşürsünüz nə deyirəm? Dünya ilə təmin ola bilməyəcəksən bir sözlə. Dünyanın hər üzünü sənə göstərsə yenə rahatlaşmayacaqsan. Bir dənə hədis deyirəm qısa. Dünya aldadır, zərərini verib, sonra səni tənha qoyub gedir. Aldadır, ziyanını verir, tənha qoyub çıxır gedir. Dünyanı öz məqsədin təyin eləmə, öz qayəni təyin eləmə. Dünyan olacaq, amma sənin son hədəfin o olmayacaq. O hədəfə gedən yol olacaq. Pulun olacaq, vəzifən olacaq, şöhrətin olacaq. Olsun, olsun. Kim istəmir ki, bunlar? Amma bu sənin son hədəfin ola bilməz. Aldatma özünü. Onu hədəf eləmə. Onu hədəf eləsən, uduzacaqsan. Ziyan çəkəcəksən, zərərə düşəcəksən. Başqa yolun yoxdur sənin.